Əkdiyi taxılın biçin vaxtı gəldi, subsidiyasını isə hələ də ala bilməyib. Cəllabad rayon Privolnaya kəndinin sakini Elşən Yaqubov üzləşdiyi problemlə bağlı Xəzər xəbərə müraciət edib. O deyir ki, 5 hektar sahədə vələmir əkib, amma subsidiyasını ala bilməyib. Deyirlər ayın 15 günlüyündə verəcək. Sonra deyirlər təsdiq olunmayıb. Təsdiq olunub, indi may ayın 1-i təsdiq olunub, deyirlər ki, ayın 15 günlüyündə verəcək. Ayın 15 günlüyü keçib, zəngi günə, İsrağa gün zəng eləmişəm. Deyir ki, ayın 30'u. Ayın 30'da da qutarırdı. Elşən Yaqubov deyir ki, alaq basdığı üçün sahəsinin bir hissəsini artıq biçib. Onun sözlərinə görə taxıla vaxtında gübrə veriləndə vegetasiya dövrü sürətlə gedir. Yəni taxıl alaq otlarından daha tez böyüyür və zərərli otların inkişafının qarşısını alır. Bu gələn ayda bu biçiləcək. Yəni burada da ki, halaq basıb, yəni mən onu vaxtında versəydim, bu halaq yəni basmazdı. Gübrəni versəydi vaxtında onun taxılını da götürərdim, dənini də götürərdim. Otunu da götürərdim, vermirlər. Tək bir dənə otun götürmüşəm. Mən traktora pul vermişəm, əkinə pul vermişəm. Sonra buna dəni gətirmək üçün pul vermişəm. Bunlar hamısı vəsaitdir. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, elektron kənd təsərrüfatı informasiya sistemində vətəndaş Tapar Yaqubovun 5 hektar 28 sot sahədə vələmir əkinə dair bəyanı mövcuddur. Vətəndaş qanunvericiliyin tələbinə uyğun olaraq torpaq nümunəsindən analiz versə də, analizin nəticəsi elektron kənd təsərrüfatı informasiya sisteminə inteqrasiya olunmayıb. Analiz nəticələrinin inteqrasiyası tamamlanmadığına görə vətəndaşa hazırki məqamda əkin subsidiyası ödəmək mümkün olmayıb. Artıq analiz nəticələrinin elektron kənd təsərrüfatı informasiya sisteminə sürətli inteqrasiyasını təmin etmək barədə texniki tapşırıq işlənir. Tapşırığın icrası başa çatdıqdan sonra vətəndaşın əkin subsidiyasının ödənilməsi təmin ediləcək. Elşən Feyzullayev, Kəmalə Əlmuradova, Xəzər xəbər.